Ərbəyin İmam Hüseynin vəfatından 40 gün keçməsini qeyd eləmirik. İmam Hüseynin ilk dəfə ziyarət olunmasını qeyd edirik. Ərbəyin İmam Hüseynin ziyarət günüdür. Ziyarət günü. Aydın olur əzizlərə. Ona görə daha ağıllı adam bu izahı görəndən sonra deyə bilməz. Niyə İmam Həsəndə 40 yoxdur? İmam Həsən Mədinədə dəfn olunur. Belə qardaşı İmam Hüseyin, Əbəlfəz, xanım Zeynəb ziyarət ediblər. Niyə Həzrəti Əlinin yoxdur 40? Həzrəti Əli dəfn olunub Nəcəfdə, balaları gedib ziyarət ediblər. Niyə Peyğəmbər üçün 40 yoxdur? Peyğəmbər salavatla vəfat edib, hər kim öz evində dəfn olunur. Aydın olur qardaşlar, əzizlər. Ona görə ağıllı adam, düşüncəli adam bu cür izahda, bu izahdan sonra daha sual etməyi qalmır. Mən inanmıram daha bundan sonra deyək ki, niyə bəs başqa